Bir bağlantımız olacaq. Deyirlər ki, geomaqnit qasırğası gözlənilir. Bunun insanlara təsiri necə olacaq, necə qorunmaq lazımdır, hansı məqamlara diqqət eləmək lazımdır? İlkin mütəxəssislərlə söhbətləşəcək. Sabahın xeyir olsun İlkin, bizi eşidirsənmi? Salam, sabahınız xeyir olsun Sevda və Rahil. Tamaşaçılarımızı da buradan salamlayırıq. Bəli, sizin də qeyd etdiyiniz kimi, ümumiyyətlə 2025-ci il girəndən bu tərəfə Azərbaycanda geomaqnit qasırğası davam edir. Təbii ki, biz də Günə Doğru komandası olaraq elə ilk dəfə olaraq canlı yayın vasitəsilə sujet halında təqdim edəcəyik. Hansı ki, Aynur xanım və Rüyani xanım var yanımızda. Hal-hazırda mən Aynur xanıma yaxınlaşacağım. Aynur xanım Abdülkərimova Şamaxı Astrofizika Rəsədxanası elmi işçisidir. Biz də geomaqnit qasırğası haqqında məlumatları təqdim edəcəyik. Hər vaxtınız xeyir olsun. Hal-hazırda aktiv faza üzərində davam edirik. Ümumiyyətlə, ölkə ərazisində 2025-ci ildən bu yana aktiv maqnit qasırğası davam edir. Bunun səbəbləri nədir və hal-hazırda vəziyyət nə yerdədir? Sabahınız xeyir. Qeyd eləmək istəyirəm ki, hal-hazırda biz Günəşin 25-ci siklinin maksimumunu ətrafındayıq. Çünki 2024-cü ildə Günəş öz 25-ci siklinin maksimumuna yaxınlaşdı, yəni artıq çatdı və 2031-ci ilə qədər 11 illik həmin o aktiv sikl yekunlaşmalıdır. Və 2025-ci ildə, yəni bu il ərzində də biz geomaqnit qasırğalarını yenə tez-tez müşahidə edəcəyik. Çünki yəni aktiv siklin, yəni dediyim kimi maksimumu ətrafındadır və yavaş-yavaş zəifləməyə doğru gedəcək. Və bilirik ki, yəni yanvar ayından dediyiniz kimi əgər müşahidə etsək, görərik ki, yəni güclü qasırğada müşahidələnmişik. Hətta iyun ayında biz yenidən G4 səviyyəsinə yüksəldi. Geomaqnit sahəsinin intensivliyi, yəni şiddətli qasırğalarda müşahidə elədik. Və yəni ki, 2025-ci il ərzində yenə də müşahidə etməyə davam edəcəyik, yəni olacaq. Ötən illərlə müqayisədə sanki 2025-ci il geomaqnit qasırğaları ilə daha çox yadda qalır. Bunun başlıca səbəbləri nədir? Yox, 2024-cü il idi maksimumu, yəni iyun ayında artıq maqnit qütblərinin dəyişməsi müşahidə olundu ləkələrdə və aktivlik yəni qalsa da, yəni yenə də maksimumdadır. Sadəcə olaraq ola bilsin ki, belə deyək, mediada daha çox xəbərlər yayılmağa başladı deyə 2025-ci il daha aktiv görünür və yavaş-yavaş yəni zəifləyən tempdə davam edəcək. Yəni artıq növbəti il daha az olacaq və 2031-ci ilə qədər yəni zəifləyəcək və sayı azalacaq və keçəcək minimum siklə. Yəni 11 illik minimum sikl başlayacaq. Bir şey öyrənmək. Doğrudanmı bu geomaqnit qasırğalarının insanlara təsiri olur? Baş ağrısı filan, belə şeylər. Bəziləri deyirlər ki, yox, əslində belə bir şey yoxdur, belə bir təsir yoxdur. Sevda, çox gözəl vurğuladın. Elə biz Aynur xanımdan sonra Rüyani Quluzadə də yanımızdadır. Daha ətraflı məlumatları hansı ki, insan sağlamlığı ilə bağlı Rüyani xanım cavablandıracaq, amma bir qədər sonra hal-hazırda mən digər suallarımı da təqdim edim. Daha sonra keçid edirəm Rüyani xanıma. Növbəti sualım da buydu ki, geomaqnit qasırğasının təsirləri söhbət insan sağlamlığından getmir. Söhbət bu texniki tərəflərindən danışardınız ki, ən yüksək həddə çatdığı halda nələr baş verə bilər və bununla yekunlaşdıraq. Geomaqnit qasırğaları biz nəyə görə monitorinq edirik və monitorinqə vacibdir? Çünki artıq G2 səviyyəli geomaqnit qasırğasından başlayaraq elektrik şəbəkələrində, enerji şəbəkələrində gərginlik sıçrayışları baş verir. Yəni qoruyucular avtomat derikdə çox güclü qasırğalar olanda artıq onlar yəni ki, sıradan çıxa bilir. Ümumiyyətlə transformatorlar sıradan çıxması müşahidə olunur. Naviqasiyada problemlər yaradır, çünki siqnalların kəsilməsi olur, radio siqnalların yüksək tezlikli və aşağı tezlikli. Həmçinin əsasən peyklərdə geomaqnit qasırğaları zamanı əməliyyatların aparılması çətinlik yaradır. Onlarda hündürlüyün azalması müşahidə oluna bilər, yəni ki, peyk yerə düşə bilər. Həmçinin əlavə olaraq səth yüklənməsi olur peyklərdə. Bütün bu proseslərə görə və radiasiya baş verə bilər. Tutaq ki, kosmonavtlar açıq kosmosa çıxa bilməzlər geomaqnit qasırğaları zamanı. Çünki radiasiya baş verir. Həmçinin yüksək hündürlükdə, yəni ki, transatlantik uçuşlarda da radiasiyanın miqdarı arta bilər. Bu səbəbdən yəni reysləri dəyişdirirlər. Belə bu qədər. Növbəti günlərdə geomaqnit qasırğası gözlənilirmi? Gözlənilirsə, təqribən hansı tarixlərdə proqnozlaşdırılıb? Sabaha ola bilsin ki, zəif geomaqnit qasırğası baş versin, G1 səviyyəli.
Və o, yəni günəşin səthində hal-hazırda çox böyük ölçülü tac dəliyi müşahidə olunur. Onun təsiri nəticəsində sabah ola bilsin ki, G1 səviyyəli geomaqnit qasırğası olsun. Bəli, hörmətli tamaşaçılar və dəyərli aparıcılarımız, qeyd edək ki, ölkə ərazisində geomaqnit qasırğası yaşandığında mütəxəssis insanların da sağlamlığında müəyyən qədər problemlər yaşanır və bizim hal-hazırda yanımızda nevroloq Röyanə Quluzadə var. Röyanə xanım insanın sağlamlığında hansı problemlər yaşanır? Bu haqda bizə danışacaq. Röyanə xanım, xoş gördük. Bu haqda məlumat alaq sizdən. Bəli, əlbəttə ki, günəşdə olan partlayışlar nəticəsində o ki, yüksək enerjili hissəciklər yer kürəsinə doğru gəlir və bu yüksək enerjili hissəciklər və ultrabönövşə şüalar, necə ki, bizim mütəxəssisimiz dedi ki, texniki vasitələrə təsir göstərir, əlbəttə ki, insan orqanizminə də təsir göstərir və bunu öyrənən elm var. Buna heliobiologiya deyirlər. Heliobiologiya elmi məhz bu kosmosdan gələn hissəciklərin, maqnit qasırğalarının insan orqanizminə təsirini öyrənir. Və tədqiqatların nəticəsinə görə əlbəttə ki, bu qasırğalar insanın ən çox təsir etdiyi sistemləri, ürək-qan damar sistemləridir, beyin-qan dövranı sistemidir, epilepsiya xəstələridir, baş ağrı və miqrendən əziyyət çəkən xəstələrdir və sinir sistemi həssas olan insanlara çox ciddi təsir göstərir və bunların orqanizmində dəyişikliklər gedir. Xəstəliklər kəskinləşə bilər, arta bilər. Misal üçün, tədqiqatların nəticəsinə görə məhz bu dövrlərdə biz miokard infarktını çox görürük insanlarda və yaxud da beyin-qan dövranının kəskin pozulması olan insult çox məhz bu qasırğalar dövrünə düşür. Miqrenli xəstələr bizi izləyirlərsə, onlar çox gözəl bilirlər ki, məhz bu qasırğa olan dövrlərdə onların miqren atakları başlayır, dəhşətli baş ağrı atakları başlayır və eyni zamanda qeyd etdiyim kimi sinir sistemi problemi olanlar, nevrozdan əziyyət çəkənlər, panik atakdan, təşvişdən əziyyət çəkən insanlar, emosional insanlarda bax bu atakların, bu təşviş, həyəcanın artmasını görürük. Hətta depressiya, meyillik, apatiya və suisid hadisələri də təsadüf eləyir məhz bu dövrlərə. Röyanə xanım, geomaqnit qasırğası baş verdiyi zaman bu halın insanlarda diskomfort yaratması deyə nə etməlidir? Tövsiyələrinizi bölüşərdiniz. Əlbəttə ki, o insanlar ki, məhz mən sadaladığım qrupa aiddir, yəni ürəyində bir problemlər olan insanlar, bu insanlar bilməlidir ki, bu dövrdə qan dövranında bir problemlər yarana bilər. Məsələn, arterial təzyiqin ya kəskin qalxması ola bilər, ya kəskin düşməsi ola bilər və belə insanlar bilməlidirlər ki, məsələn, normalda əgər təzyiq dərmanlarına biz bilirik ki, bəzən o qədər də ardıcıl riayət etmirlər, bu dövrlərdə mütləq səliqəli dərmanlarını içməlidirlər, mütləq şəkildə. Və bir də belə insanlara tövsiyə olunur ki, mümkün qədər daha sakit həyat tərzi keçirsinlər, daha çox evdə qalsınlar, daha çox dinlənsinlər. Yəni, bayırda, həyətdə, bayırda olmasınlar ki, bu qasırğanın təsirindən daha az məruz qalsınlar. Bol su içmək tövsiyə olunur. Bu dövrlərdə bol su içmək lazımdır, dinlənmək lazımdır. Sağ olun. Sevda və Rahil, geomaqnit qasırğası haqqında məlumatları istər astrofizikanın əməkdaşından, istərsə də nevroloqumuzdan tamaşaçılarımıza təqdim etdik. Məndən isə bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik İlkin, minnətdarıq sizə də. Və təsir edən, yəni geomaqnit qasırğasının təsir etdiyi kateqoriyalar var, müəyyən kateqoriyada insanlar var. Onu həkim də qeyd etdi. Ona görə də... Əslində, bəzən belə məlumatlar paylaşılır ki, ümumiyyətlə geomaqnit qasırğasının insanlara təsiri, yəni nadir hallarda olur, çox böyük maqnit qasırğası olduğu halda bunu hiss edir. Amma bəzi adamlar var ki, hiss edir, deyir, bugün havada nəsə var, onun başını ağrıyır.